Prezident İlham Əliyev iyulun 16-sında John Deere şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, John Deere Waldorf International MMC-nin baş icraçı direktoru Csaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Csaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı. Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər. John Deere şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Csaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi. Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı. Bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni dövlət proqramının əhəmiyyəti qeyd edildi. Söhbət zamanı Azərbaycanla John Deere şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Qeyd edək ki, John Deere 1837-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan John Deere-ın 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.